Deyir ki, sənin gündəlik etdiyin, sevdiyin nəsə var da hər gün. Misal üçün, hamımızın hər gün sevdiyimiz nədir? Yemək yemək. İnsan gündə bir dəfə, 2 dəfə, 3 dəfə yemək yeyir də, yeməkdən zövq alırıq. Və yaxud kimsə çaydan zövq alır. Deyir ki, etməli olduğun iş var, hansı ki qərar vermirsən ki, onu edim, vərdişə çevirim. Onu yapışdır həmən gündəlik sevdiyin işə. Denən ki, bu sevdiyim işi edəndən dərhal sonra o birisini də edəcəm. Onu buna yapışdır, bunun şirinliyindən ona da keçsin də. Aydındır. Çox maraq. Misal üçün, hər gün yemək yeyəndən və yaxud yeməkdən qabaq, 10 dəqiqə qabaq kitab oxuyacam. Başla, 10 dəqiqə kitab oxuyacam hər gün. 3 dənə 10 dəqiqə, 3 dənə yemək yeyirsənsə, 3 dəfə qidalanırsansa, yarım saat elədi. Vəssalam. Sən gündə yarım saat kitab oxudun. Yeməkdən qabaq. Yeməkdən qabaq. Bunun lövbərləmə deyirlər də, həm də lövbərləmə, anchoring, lövbərləmə. Lövbərliysən ona, yapışdırsan ona. Bu ikinci, üçüncü asanlaşdır, bayaq dediyim, asanlaşdır. Bəli, Rəbbi yəssir və la tuəssir. İlahi asanlaşdır, çətinləşdirmə. Əslində bu dua həm də insana aiddir də. Yəni sən də o cür ol da. Yəni sən də tanrısal ol. Sən də Allaha bənzə. Vaqif Bayatlı deyir, sevdim Allaha bənzədim. Allah sevəndir. Mən də sevdim Allaha bənzədim. Öldüm, sevgimi bəzədim. Mən səni 1000 il gözlədim. Sevdim, keçdim təzə minə. İndi ikinci 1000 illiyi də gözləyirəm səni.